Hansı həqiqətdən söhbət gedə bilər? Əgər qardaş qardaşı 60 qəpiyə görə bloka atırsa telefonda, ana oğlunu bir sota görə ömürlük silirsə evladlıqdan, bacı qardaşı hansısa bir xırda məsələyə görə bıçaq davasına çıxırsa bir atadan bir anadan doğulan evladlar. Yəni hamıya aiddir, amma böyük əksəriyyət. Amma bu elə Habil-Qabilin məsələsindən Hə də, yəni var da. indi mən hansı həqiqətdən danışım, hansı həqiqət, nəyin həqiqəti? Hərənin öz həqiqəti var indi mənə görə. Hamı baxırsan ki, çox mənəvi bir şeydən danışır. Konfutsi bir gənc uşaq haqqında ona deyirlər ki, nə düşünürsən onun haqqında? Deyir, valla böyüklərin içində çox oturmağından və yekə danışmağından belə başa düşürəm ki, bu uşaqdan yaxşı bir şey çıxmayacaq. Yəni, hər kəs öz yaşına uyğun olmalıdır. Bəzən sözün əsl mənasında uşaqlar çox böyük danışanda mənə qızıq verir. Əslində doğrudan elə. Baxırsan ki, ay bir sən nə böyük, ay uşaq deyil bu. Qoy uşaq olsun da biraz. Sonra uşaq olma ehtimalı olmayacaq bunun. Deyir brend ətir. Brend ətir yoxdur, brend insan var mənə görə. Ətini çox keyfiyyətli adamlar vura bilər. Mən işimi peşəkar eləməliyəm. Mənim maraqlı deyil burada nə baş verir. Amma insanlar belə baxır. Get gizli reklamlarına çəkin, üzr istəyirəm. Belə bir söz var cəmiyyətdə son 20 ildə. Qardaş, tamaşaçı mı istəyir də? Əslində tamaşaçı bilsin ki, onu istəyir. Çünki tamaşaçı onu ötürən o deyil. Orada ötürən yaradıcı adamların çoxu bilmir nə oynayır. Mən aktyor tanıyıram ki, gəlir oturur meydançada, bilmir hardadır. Bir ildə oynayır. Hələ prosesdən xəbəri yoxdur. O mənə nə ötürə bilər? Hələ məndə problem varsa və yoxsa o ayrı məsələdir. Gərək olsun ki, ötürsün. Gərək olsun ki, mənə nəsə ötürsün ki, mən də buraxım öz vicdanıma bir saat təsirlənəcəm, bir 40 dəqiqə, təzədən gedib işimi görüm, bir də təzədən 1 saata qayıda biləcəmmi? Leyli və Məcnunu oynayan adamlar Leylinin Məcnunun kim olduğunu bilmir. Salam əziz Amin izləyiciləri, xoş gördük sizi. Studiyamızda aktyor Nofəl Şahlaroğlu ilə sizin görüşünüzə gəlmişik. Xoş gördük sizi Nofəl mənim. Xoş gördük. Nofəl mən sizi biraz əvvəldən tanıyıram, yəni son 6 ayda videolarınız çıxıb qarşıma və diqqətimi çəkən bir qəribəlik bu idi ki, adətən sənət adamı ancaq sənət adamı olur. Sizdə isə bir inkişaf eləmiş bir təfəkkürlə rastlaşırıq. Çox güclü fəlsəfi refleksiyanız var, dəyərlərlə, ondan sonra anlayışlarla manipulyasiya edirsiniz. Qismən sonra, indi bu dəqiqə verilişdən əvvəl sizdən öyrəndim ki, siz həm də filologiya üzrə fəlsəfə doktorusunuz. Bu çox şey izah edir. Amma bilmək istəyərdim, sənətlə yanaşı təfəkkürə meyliniz uşaqlıqdanmı olub, ya bu sonra yaranıb tələbəlik illərində? Əvvəla təşəkkür edirəm. Verilişə dəvət etdiyiniz üçün yox, əvvəla təşəkkür edirəm ki, məni çox yaxından tanımamısınız, 5-6 ayda tanıyırsınız. Çünki mən sevinirəm məni yaxından çox keç tanıyanlar. Adam ki, 20 ildir səni tanıyıram, çünki 20 ildir məni tanımaq artıq mənim çox zəif tərəflərimi görməkdir. Çünki 20 il bundan əvvəl Nofəl Şahlaroğlu, yəni demək olar ki, heç bir işlə məşğul deyil. Yəni onun gördüyü işlərimi deyim, yəni yaradıcılığımı deyim, həyata baxışımı deyim, heç bir şeydir. Mənə görə heç nədir yəni bu. Amma son 1-2 ildə 40-dan sonra biraz nəsə fikirləşdim ki, məndə nəsə var. Ya bu təvazökarlıq prinsipi deyil, bu reallıqdır da. Yəni çünki adam bəzən öz keçmişinə baxanda deyirsən, mən heç eləməmişəm. Amma adam var ki, gələcəyə baxa bilmir də, nəinki keçmişi görə bilmir də. Yəni mən həmişə gələcəyə fikirləşirəm. Çünki gələcək 10 ildən sonra onun keçmişidir avtomatik olaraq da. Yəni 2030-2036-nın keçmişidir məntiqlə. Ona görə hər zaman inkişaf eləmək lazımdır. Mənə görə insan həyatda bir dənə şey var, bu məntiqdir. Mən uşaqlıqdan məntiqlə yüklənmişəm hər şeyi. Məntiq əsaslandırıram və çoxu bəzən mənə başa düşmür, qəbul eləmir elə buna görə. Çünki insanlar çoxu məntiqsizdir. Yəni ağıllı, savadlı olmaq ayrı şeydir, bu məntiq var da. Yəni mən bunu niyə içirəm? Çünki susamışam. Amma adam susamır içir də. Niyə içirsən bunu? Yəni nəyə görəsə eləyir? Mən heç vaxt onu eləməmişəm. Uşaq vaxtı məsəl üçün hamı bunu eləyirsə mən onu eləmirəm. Bu seçilmə deyil, mən fərqliyim. Yox. Sadəcə olaraq bu mənə xoş gəlmirsə mən bunu necə geyinə bilərəm? Və hamı geyinir. Hamı etdiyi yerə mən niyə eləməliyəm ki? Bu məntiqlə yararlanır. Yəni irəli gələn bir şeydir. Uşaqlıqdan biraz başqa cür yanaşırdım. Nəysə analiz edirdim özümə məxsus. İndi kimi yox təbii, amma yəni bir kör təbii eləmək olmaz axı. Mənə ki, heyvan belə gəlir, nəsə baxır, analiz edir, təhlil edir özünə görə, sonra davranır, yeyir, qoxlayır, ya münasibət verir. Amma insan yəni ali varlıqdırsa, necə bunu kör təbii eləyə bilər? Mən hələ də onu başa düşəmirəm. Yəni insanların bir 90%-ində bu kör təbiiliyi görürəm. Ona görə də bir balaca yəni Amma həmişə maraqlıdır da sənət və təfəkkür. Yox, sənət... Bir çoxları deyir ki, sənət varsa təfəkkürə ehtiyacı yoxdur. Yox, o çox səhv yanaşmalı. Yəni sənətin özü o qədər ciddi bir şeydir ki, istənilən sənətdən söhbət gedir. Yəni hətta fəhlə də ola bilərsən, sürücü o, sürücünün öz təfəkkürü olmalıdır. Yəni
hansısa bir emalatxananın işçisi olsan belə, rəssam olsan, fərq eləmir kim olursan, o sənin təfəkkürün olmalı. Yəni şərt deyil ki, sən epikürü oxuyasan, yəni rəngsaz olmalısan, amma onun öz şirinliyi olmalıdır, onun öz yanaşması olmalıdır, onun öz özü olmalıdır, individ olmalıdır. Əgər sən individ deyilsənsə, deməli sən kiminsə, kimdənsə qopmuş bir şeysən də, bir nəsnəsən də. Necə yəni sən Allah Taala hamımızı eləcə fərqli yaradıb da. Bərabər eyni adam yoxdur yəni. Çox oxşaya bilərsən, amma fərqlənəcəksən avtomatik. Yəni bu Allahın bir şey lütfüdür də. Yəni insan fərqlidirsə, deməli o da fərqli olur, hər şey fərqli olmalıdır. Təkcə antropoloji quruluşuna görə yox ki, xarakterdə fərqlənir. Nə bilim onun nəfəsinə kimi fərqlidir də. Yəni taktına kimi, ritminə kimi öz melodiyası var insan. Yəni bunu başa düşən insan necə hamı kimi ola bilər yəni? Mən tutaq ki, sanqvinik temperamentindəyəm, biri xolerikdir, o yaşayır Uruqvayda, mən Azərbaycan. Hər hem fərqli, amma baxırsan ki, onun kimi olmaq istəyir. Nəyə görə? Axı sən elə deyilsən, sənin coğrafiyan da fərqlidir, hər şey fərqlidir də, yəni. Melodiya dediniz, yaxşı bir sözdür. Ona mən də fikir verim ki, hər şəxsiyyətin özünün melodiyası var. Mən 4-cü kursda oxuyanda bir uşağa dedim ki, yəni aktyora qayıtdım ki, sənin melodiyan var, qayıt başda oxumaq. Demədim, bakalım imkanları. Adamlar elə bilmir ki, melodiya, melizm, musiqili, yəni özü sənin o ahəngindir. Belə bir ki, səs imkanları. Məsələn, yəni yoxdur, əsgərin ariyasını oxuyur. Deyirəm ki, musiqin var sənin. Çünki hər adam fikir verir, bir yerişinə fikir verir. Vibrasiyaları fərqlidir. Hədə bir toxunuşları var, adam belə gedir. Baxırsan ki, Qoçəli üstündə gedir də, doğrudan ona fikir verir. Və məzmun da Qoçəli olur sonra. Hə də yəni, maraqlıdır. Yəni mən ona görə yəni necə insan ola bilər ki, mən aktyoram, yəni mən heykəltaraşam, mən musiqiçiyəm, mən qiraətçiyəm. Neynirəm, başqa şeylər. Elə bir dənə işimi bilim bəs deyə. Var amma elələr. 90% elədir, var deyə olur. Həqiqət axtarışlarından kənarda sənət. Yəni biz necə, yəni mən elə gəlir ki, indi cəmiyyətdə adamlar özünü bir necə təqdim edirlər. Yəni son 10 ilin mənim araşdırmamda belə baxıram ki, hamı ağıllı danışır. Hamı alimdir, hamı filozofdur, hamı psixoloqdur. Hamı kimdəsə nəsə axtar. Amma dərinə gedənə baxırsan ki, sən yoxsan, sən nədən danışırsan? Yəni əgər Instagramda qısa videolar var, çarxlar var, ataya hörmət eləmək. Bunu bilirik, bunu Aristotelə deyib. Ya sən tezdən bunu mənə deyirsən. Sənin yanaşman nədir? Sən necə bunu yanaşdırardın? Və yaxud da sən bizdən necə bir energetik kontakt qurursan? Yoxsa ki, mən durub deyirəm ki, bilirsiniz, Allah bizə bunu bilir. Allah'a hamı bilir bunu. Yəni 5 milyon ildir bunu mecaza öyrəsindən bunu bilir. Təzə sözdür. Və bunu deyən adam özü də psixoloqdursa, sosioloqdursa, belə deyək də ziyalıdırsa, elm adamısa, o lap gülməli görünür, sarkazm deyir. Təzə söz nədir yaxşı? Yox, təzə söz mən deyirəm, elmi kəşf elə. Yəni düşürəm, sən necə görürsən? Mufəl necə görür? Məsələn, mən deyirəm ki, tutaq ki, atıram da, Aristotel belə deyir poetikada, sənətdə budur. Mən deyirəm, Aristotel əla deyib, amma mənə elə gəlir ki, burada belə olsa və Befel belə olsaydı, sən necə düşünərdin? Yoxsa mən Aristotel bu, bildik də kitabda var, internetdə vurursan çıxır. Yəni sən, axı bunu deyəndə sən hansı fəlsəfədən danışsan? Mən mən psixoloqam, bildimi? Sən kimsən bə, sən nə dedin? Rejissora da aiddir bu, rejissor film çəkir. Azərbaycanda rejissorların 90% budur. Filmi çəkir, deyirsən əla, mövzunu bildi, yanaşmanı bildi, filmin dilini bildi, operat, hər şey bildi, sən neynədin bəz? Yəni filmə baxırsan, bilirsən ki, bu Arif Babayevin filmidir. Allah rəhmət eləsin. Gün keçdi filminə baxanda kifayət edir ki, Arif Babayevi hiss eləyəsən. Mən quruluş vermişəm, postanovka gedir. Sən nəyin quruluşunu vermişsən? Təsvir xeyri operatorun işidir. Aktyor özü oynayıb istedadlı adam. Baxanda bilirsən ki, bu iş yoxdur da aktyor üzərində. Rəssam bilir nə edir. Bəstəkar sən neylədir? Adı gedir ki, quruluş, hər şeyin əsası mən onu görmürəm. Məsələn, Həsən Seyidbəyli onu başa düşürsən. Vaqif müəllimin filmlərin hamısına baxanda bu Vaqif Mustafayevin nəfəsi var burada. Bu 2-2-dir. Və yaxud da məsəl üçün kimi deyim, Tofiq İsmailov, Tofiq Tağızov. Yəni bu işdir. Bir də var ki, mən quruluş vermişəm. Nəyə? Film mənim film. Yox, bildim sən yazılır orada, amma sən orada neylədin? Rəng sənin işindir, bu color, montajçının işidir. Orada aktyorlar vallahi özü oynayırlar. Sən yoxsan orada. Ya, bu bütün sahələr aiddir ki, sənin axtarışların yox. Sənin axtarışın sıfırın altındadır. Absurddur. Mənə görə bu absurddur. Amma təəssüf ki, ölkədə bu dəqiqə baxırsan ki, amma sən yoxsan. Sən hardasan, bax səni tapanmıram. Mən eləyək ki, insanın nəfəsi olmalıdır orada. Hər insanın nəfəsi olmalıdır. Sizcə niyə həqiqət axtaranlar indi xeyli azalıbdır? Cəmaət adətən pul axtarır, vəzif axtarır, şöhrət axtarır. İndi mən heç nəyə təəccüblənmirəm. Açıq deyirəm, 2026-cı ildə bu yaramaz bir məqamlar yaranır, belə süni intellekt, nəmdə ya pis tərəflərindən danışıram təbii ki. Yaxşı tərəfi tapanmadım. Əslində son bir-iki yaxşı tərəf var. Tam razıyam. Bir-iki süni sözü var, süni. Bax süni sözünün istəyir arxasına söz verir. İndi nə qoysa sünidir də bu, təbii olmayan bir şeydir. Nə qədər gözəl süni gül olsun, sünidir də. Qoxlayanda kifayət edirdi artıq. Lamisə də ki, bu tulla geçsin, o deyil. Gözəl görünə bilər, amma bir dənə süni nəfəs verməkdə deyəsən anlamı var. O da ki, hər adama qismət olmur. Hər adama qismət olmayan şeydir süni nəfəs.
o qədər hər şey sünidir ki, o qədər yalançı, o qədər belə rus sözü var, belə bezabraziya var ki, həqiqətin özü düşüb. Yəni mən bu verilişlərimin birində demişdim, meyarlar var, etalonlar var. Deyirəm də sevgi. Məsəl üçün 20-ci əsrin ortalarında əgər zal oturub hansısa bir tamaşaya baxıb ağlayırdısa, zar-zar kövrəlirsə, adi tamaşa deyil, elə bir poetikası yoxdur təsir. Amma bu tamaşanın gücü və adamın zəif olması deyildi. O prosesin özünün gözəl olması idi, zamanənin, o vəziyyətin. Amma indi baxırsa ki, çox təsirli bir şeyə baxan insan belə deyir, hə, onu deyir, haradaydın? İş çox gözəldir, sən o deyilsən. Yəni, indi burada nədir rol oynayan? Burada artıq hər şeyin yükü var. Sevgi 100 kiloqram, indi 65 qramla əvəz eləmək olur onu. Məsələn, məhəbbət 90 qram isə indi 15 qramdır. Ədalət prinsipi, ədalətli tərəzidən məsəl üçün 1 ton isə indi 160 kiloqrama bərabərdirsə, yəni o şeyin etalonu yükü yoxdur. Əgər həqiqət, düzgünlük, əxlaq, mənəviyyat, etika, nə bilim, çox şeylə vergüllər vardı. Onun çəkisi var idisə bir çox uzağa getmirəm, 100 il. İndi nə bilim, yəni tərəziyə qoysan köynə haqq hesabına çox aşağıdadır, o da yuxarıdadır. Yəni baxırsan ki, hansı həqiqətdən söhbət gedə bilər. Əgər qardaşı 60 qəpiyə görə bloka atırsa telefonda, ana oğlunu bir sota görə ömürlük silirsə evladlıqdan, bacı, qardaşı hansısa bir xırda məsələyə görə bıçaq davasına çıxırsa, bir atadan, bir anadan doğulan evladlar. Yəni hamıya aiddir, amma böyük əksəriyyət. Amma bu elə Habil-Qabilin məsələsindən var da. Yəni indi mən Dünya... hansı həqiqətdən danışım? Hansı həqiqət? Nəyin həqiqəti? Hərənin öz həqiqəti var indi mənə görə. Hərənin öz həqiqəti var, hansı ki, o da danışır, əsaslandırır ki, budur. Axtarıb tapıb mı? Tapıb da, onu düz deyir də bu kişi. Bəlkə sırıyıblar ona. Bəlkə də, hə. Yəni bizim Cəbiş müəllim də Həsən Seyidbəyli onu çox gözəl verib. Şəfiqə xanımla Allah can sağlığı versin, rəhmətli Süleyman Ələsgərovun orada bir konflikti var da, bir Sovet müəlliminə, bir Azərbaycan anasının da. Orada artıq ata kimi yox, bir idealist müəllim kimi deyir. Mənim uşaqlarım heç kimdən artıq deyil. Allah. Amma bu nə dedi? Mənim uşaqlarım niyə acından ölməlidir? Yəni bir idealist Sovet müəlliminin öz həqiqəti var. Amma bir Azərbaycan qadını reallığa baş əyir ki, yəni nətər, yəni mənim uşağım niyə acından ölməlidir? Mənim maraqlandırmır başqasının uşağı. Bu əslində... Amma qadın həmişə elə. Yox, bu həqiqətdir. Bu əslində həqiqəti qoyub ki, hərənin öz həqiqəti var. Söhbət kişi-qadın məsələsinə getmir. Orada kişi də onu deyə bilər də, qadın da ikisini deyə bilər də. Mövzu hərənin öz düzgünlüyü var. Baxırsan ki, ikisi də düzdür. Amma bir qərara gəlmək, hansını həqiqətin bəri ortaya qoymalısan? Mövzu budur. Bu dilemma da qalmısan ki, bu da düz deyir. Bu da düz deyir. Yaxşı, hansı düzdür bunu? Hansı düzdür tapma, ortaq nöqtəni tapa bilmirlər. Bax, mövzu budur. Amma indi təəssüf ki, yəni o qədər... Mən özüm utanıram bu dəqiqə məsəl üçün mənəviyyatdan danışmaq, açıq deyirəm. Niyə görə? Çünki mən demirəm, mən mənəviyyatçı adamam, estağfurullah, mən burada olmazdım. Amma mən ekran dramaturgiyasından, kino nəzəriyyəsindən, teatrdan, təqliddən və s. sahələrdən danışmağa ixtiyarım biraz çatır. 42 yaşınız var. Mənəviyyat üçün bu hələ körpəlik yaşıdır. Yəni siz başlamısınız. 40 yaşında adətən insan belə başlayır bu yolçuluğu getməyə. Adamlar 17 yaşında rahat danışır. 18 yaş başlayır ki, sən nə tövbe. Özünü pozaraq o. Çoxdur da o elə adamlar. Biz cəmiyyətin neçə faiz elədik. Hamı baxırsan ki, çox mənəvi bir şeydən danışır. Konfutsi bir gənc uşaq haqqında ona deyirlər ki, nə düşünürsən onun haqqında? Deyir, valla böyüklərin içində çox oturmağından və yekə-yekə danışmağından belə başa düşürəm ki, bu uşaqdan yaxşı bir şey çıxmayacaq. Hər kəs öz yaşına uyğun olmalıdır. Bəzən sözün əsl mənasında uşaqlar çox böyük-böyük danışır, mənə qızıq verir. Əslində də oradan elə. Baxırsan ki, bir sən nə böyük, uşaq deyil bu. Qoy uşaq olsun da biraz. Sonra uşaq olma ehtimalı olmayacaq bunun. Hansısa bir məqamlarda olacağı uşaqlaşması, ağlayanda, rəhmətə gedəndə, can verir. Amma qoyun indiki real time var, real uşaqlığın yaşasın. Bəzən biz o qədər səhv uşaq oluruq ki, səhv yeniyetməyə, səhv orta yaş, ağıllı dövr. Qoy onu öz düzgün yaşayasan ki, hamısının öz qaydasında olsun. Baxırsan ki, yaşlı adamdır, özün 13 yaşlı adamda aparır. Kim aparır? Əxlaqdan uzaq, bilmir də niyə. Yeniyetmədə çox böyüyüb. Bəzən insan böyüyür. Tələsir böyümür. Bəzən məsəl üçün yəqin onu görmüşsə, Rus uşağın bir danışması var, çoxdan videosudur. Uşaq danışır, deyir ki, valideynini itirib 3 yaş ancaq olar, 4 yaşı. Uşaq o qədər böyüdü, elə bilirsən ki 30 yaşı var. Yəni uşaq çox tez qocalıb. Deyir, nənəmlə qalıram, bəs ata-ana deyir, onlar yoxdur. Elə bilirsən ki böyük bir insan danışır, bir 40 yaşında. O indi istisnadır. Amma ümumidə yəni hər şeyin öz yeri var da, norması var da mənə görə. Öz qaydasında şirin olur da yəni. Sənətin məqsədi məsələn xeyri şəri göstərmək, ədaləti və zülmü göstərmək. Bunu hardasa səhnədə yaşatmaq, onun katarsisini izləyicilərə yaşatmaqdır ki, bəlkə bunun vasitəsilə
o da ədalətə, həqiqətə xidmət eləmiş olur ki, insanlar gəlirlər, göz yaşları içərisində bu səhnəni izləyirlər, sonra gözlərinin yaşını quruluyurlar, gedirlər öz rutin həyatlarında ədalətsiz yaşamağa davam edirlər. Sanki nə din və nə sənət bəşəriyyəti dəyişdirə bilmir. Nə düşünürsünüz bu barədə? Əslində daha ədalətli dünya qura bilmədik biz. Əslində bu prosesin özü aylarla, illərlə insanda təsir saxlamaq bir gücü də yoxdur. Sən oturub neyrona baxarsan, 40 dəqiqə sən çıxmazsan onun işi. Əsas o 40 dəqiqəni yaşamaqdır. Adam heç 40 dəqiqəni də yaşaya bilmir. Oturub telefonda yazır, ya mama birazdan gəlir. Orada iş gedir. Adamlar heç o 40 dəqiqənin prosesin özü hələ bilmir hardadır, teatr nədir, girmək istəmir. ora girmək istəmir. Amma o ki qaldı insanda təsir buraxıb təbii ki gedib öz həyatını yaşayacaq. Əgər mən gəlmişəmsə Leyli və Məcnuna baxmağa, mən ümumiyyətlə Leyli və Məcnun haqqında heç informasiyam yoxdur. Heç mən bilmirəm Leyli və Məcnun nədir. Mən özümdən danışmadan misal olaraq deyirəm. Gəlir baxır 2 saata oturdu, baxdı, təsirləndi, heç qeyri-ixtiyari, heç bilmirəm nəyə təsirlənim. Hay Allah. Və çıxır, təbii ki çıxır gedirəm maşın alverinə məşğul olmağa. Çünki alverçidə maşın satır. Ya rüşvət almağa Ya rüşvət almağa gedir. Nəsə alır da, yəni alır verir. Amma məsələ bu tərəfdə deyil. Məsələ o tərəfdədir. Görək bu orada ötürənlər bilirlər nəyə ötürürlər. Məsələnin kökündə o tərəfdə yanır. Bizdə təəssüf ki, tamaşaçıdan belə bir söz var cəmiyyətdə son 20 ildə. Qardaş, tamaşaçı mı istəyir də? Əslində tamaşaçı bilsin ki, onu istəyir. Çünki tamaşaçı onu ötürən o deyil. Orada ötürən yaradıcı adamların çoxu bilmir nə oynayır. Mən aktyor tanıyıram ki, gəlir oturur meydançada, bilmir hardadır. Bir ildə oynayır. Hələ prosesdən xəbəri yoxdur. Bir ildir icra edir işi. O mənə nə ötürə bilər? Hələ məndə problem varsa və yoxsa ayrı məsələdir. Gərək olsun ki, ötürsün. Gərək olsun ki, mənə nəsə ötürsün ki, mən də buraxım öz vicdanıma bir saat təsirlənəcəm, 40 dəqiqə, təzədən gedib işimi görüb, bir də təzədən 1 saata qayıda biləcəmmi? Belə bir proses də var da. Gedirsən öz rutin həyatı yaşayırsan, saat 9-da birdən bilirsən, pəyaq natik nətər oynadı. Atıram mən primitivini. Orada deyil problem. O tərəf mənə heç nə ötürməyib. Leyli və Məcnunu oynayan adamlar Leylinin Məcnunun kim olduğunu bilmir. Sən hansı Leyli və Məcnundan danışırsan, müəllim? Və yaxud da ki, mən Otello oynayıram. Bu hələ bilmir ki, Otello nədir, ümumiyyətlə, Shakespeare nədir, proses nədir, bu sözün yükü nədir? Biz söz satırıq, ən çox sözdən sözü oynadırıq. Amma biz, onun arasında o boşluqlar var, bir sözün də arasında bir oyun var, pauza var, əvvəli var, indisi var, sonrası var, ona qədərki var, onun sinonimi var. Biz elə deyirik ki, sözü deyə qutarsın məsələ. Söz. Bəzən Chaplin niyə böyük idi? Chaplin o qədər böyük bir adam idi ki, təəssüf bizim aktyorların bir 60-70% Chaplini başa düşmür. Hətta səssiz. Səssiz. Bəziləri deyir ki, Chaplin nə var be? O nə mənası var? Biri qayıtdı ki, aktyorlardan da adını çəkməyəcəm, populyar adam. Qayıtdı ki, qardaş, Chaplin mənə çatmır. Deyirəm, nə mənada? Deyir, Chaplin kimdir? Chaplin yəni mənə gülməli gəlmir. Deyirəm, amma Chaplin bilirsən kimdir? Chaplin Allahın verdiyi ən böyük nemətdir. Dünya incəsənətdə, kinosuna, ekranına, prodüser, ssenari, rejissor, adam hər şeydir. Həm də aktyordur Chaplin. Chaplin o qədər böyük bir enerji ötürüb ki dünyaya. Sən bunu başa düşüb düşməmə necə dəyişmir. Bizdə bir şey var, deyir ki, mənim zövqümə görə deyil. Amma sənin zövqünə görə rock dəyişmir. Sən onu başa düşməyə bilərsən, sevməyə bilərsən, qəbul. Bu rockdur, bu qəbul olunmuş bir şeydir. Yəni sənə görə hansısa bir şey maraqsız ola bilər, bir stəkan. Amma mənə görə opera çatmır və ya opera nədir? Opera musiqinin şahıdır. Bu yəni sənin başa düşdün, sevmədin, anlamadın, dərk etməsin, o ayrı mövzudur. Amma bu operadır. Yəni bəzi şeylər var ki, standart, klişe qəbul olunmuşlar var da, etalonlar var ki, kimlərə görə o dəyişmir. Sən onu başa düşmə, o var amma. Bir şeyə çox yüklənmək olmaz. Ancaq onu, bu reklamı var da, yəni bu bütün dünyada var bu. Yəni çox seçilləri bir şey, hamı onu yüklənir. Kütləvi mədəniyyət zamanıdır. Hətta olmaz axı. Yəni bir kütlə aparıcı insaf olmalı ki, baxasın ki, qardaş bu da əladır. Üzeyir Hacıbey, Müslüm Maqomayev ikisi də böyük bəstəkardır. Heç müqayisə olması deyil, böyük. Amma gəlin reallıqda baxaq. Müslüm Maqomayevin bəxti gətirməyib o planda. Yəni Müslüm Maqomayev çox böyük bəstəkardır ya. Amma Müslüm Maqomayev o qədər dəyərləndirilməyib. Onun Şah İsmail operası deyərdim ki, ən böyük operalardan ölkədə, ilk vokal üstündədir. Amma Müslüm Maqomayev o qədər reklam olunmur, o qədər yəni ondan danışan yoxdur. Bu biraz məncə ədalətsizlikdir də yəni. Yenə də mən müqayisə eləmirəm, bu yəni maşın müqayisəsidir ki, bu daha yaxşıdır, bunun hansı özəllikləri var, bunun texniki göstəricisi. Yox, amma biraz ədalət də olmalıdır ki, deyəsən ki, qardaş, bundan da danır, bu da var da. Sizə bir şey deyim, Nofəl bəy. Bir başqa bir fenomen də var bizdə, kütlədə daha doğrusu.
nəysə çox adını çəkəndə də o adamı da düzəməlli öyrənmirlər. Məsələn, mənə həmişə elə gəlir ki, bu ölkədə ən az öyrənilən və tanınan adam Nizamidir. Təbii. Heç onu ciddi şəkildə bir ömrünü sərf eləyib öyrənən adamlar olmaz. Bilsiz, Müşfiq bəy, mən niyə görə sizinlə tam razıyam? Yəni çox vuruldu. Tanınan tanınmazdır. Tanıyan tanınmaz bilsin niyə görə? Adamlar Nizamiyə bilsin, metroya kimi bu adamın adını qoydular. Küçəyə kimi, kluba kimi Nizami bir struktur yaratdılar film. Amma Nizami Gəncəvinin bildiyi sahələr var ha. Birisi də vergüllər qurtarmır da. O adam o qədər başa düşmədilər. Adam nücumdan tutmuş astroya hər şeyi bilir. Amma Nizami sadəcə bizdə bir neçə qaldı insanların təfəkkürünə bir ən azı bir son 60 ildə çox personaj. Bir qəhrəman kimi və qüvvət elmdədir. Bildiyi bunu. Qüvvət elmdədir. Başqa cür heç kəs üstünlük eləyə bilməz. Onun dediyi ən belə bəlkə primitiv bir beytdir. Primitiv. Amma nə qədər bunun üstündə durmaq olar? Nizami o qədər hər şey ona bağlıdır. Nizami deyib elmi Peyğəmbər sallallahu əleyhi və səlləm hamı deyib elmi. Nizaminin başqa söhbətləri var. Tutublar elə qüvvət elmdədir. Birinci saplar. Yəni bəlli beytlərdir ki, hamı onun reklamı var. Amma Nizami kimdir? Nizami nə qədər böyük adamdır, Nizami nə qədər dahidir. Vallahi bu təsəvvür edirsə insanın beyni yanar. Yəni baş beyin ona dözməz. Vallahi bu adamları tanıyanda da bizdə media mühitində də belədir. Məsələn, bir adam bir mövzudan danışdı, bütün podkastlarda eyni sualı verəcəklər, eyni mövzunu bu adam başqa mövzuları yoxdur ya. İnsan tanınmaz vəziyyətə qalır. Mənim özüm üzr istəyirəm, bu vaxta qədər nə qədər efirə çağırılan, Nofər bir dənə təqlid parodim, qardaş. Bu mənim estradan janrıdır, bacara bildiyim şeydir, 20 ildə eləyirəm və bunu hər dəfə eləməyə məcbur edirəm. Nəyi təsdiqləməliyim? Mən elə bir ki, futbolçu canlı bir dənə oynadı, biri 15 il milli yığma komandanın üzvüdür, yəni nəyi təsdiqləsin bu? Brendləşdirir. Hətta bunu yəni mən hər dəfə niyə eləyim? Həm ucuz alınır, həm yeri yoxdur, həm onun çevrilməsi olmalıdır, bir dramaturji modeli. Hər dəfə burada elə, o bilsin yoxdur, şairi bir şeirdir, şeir ruh halıdır. Bunu hər dəfə necə demək olar 15 dəqiqədən bir? Burada da deyək, evdə də deyək, küçədə deyək, efirdə. Yəni, sən nə qədər ucuzlaşdırırsan? TikTok açıb 3 saat şeir deyənlər var. Yer gəlmiş ki, bu sual verim. Poeziya indiki pragmatik dövrdə nəyin hesabına hələ qalıbdır? Mən elə gəlir ki, norma deyilən bir şey var. Burada olsun da. Təkcə poeziya bütün sahələr elədir. Bir müsahibənizdə belə bir epizoda qulaq asdım. İndi bəlkə orada misal çəkmək üçün demisiniz ya gerçəkdə aydınlaşdırarsınız. Dediniz ki, mənim məsələn arzum odur ki, Məhəmməd Peyğəmbəri görüm. Nə gözləyirsiniz bu görüşdən? Hipotetikdir hər halda. Nə oxumaq istəyərdiniz Peyğəmbərin üzündən? Nə götürərdiniz bundan? Mənim üçün çox maraqlıdır. Mən onu misal üçün çəkmişdim. Əslində, yəni həmin adam üçün başa düşdüm. Situasiyanı qoyum. Bilirsiniz, poetik deməyəcəm bunu belə də. Bizdə varaq biraz mübaliğə ilə danışma, biraz bəzəməyə, tam səmimi, tam açıq deyirəm də. Bəzən bizim hansısa bir dövrə qədər, hansısa bir anda, hansısa bir məqamda, hansısa bir saniyədə o tam o deyir şey, təmizlənmə bir an olur. İstənilən insanda var, ən böyük cinayətkarda var o. İstəmədən olur bu. İstəyirsən ki, dərdini, söhbətini, ümumiyyətlə bütün problemlərini bir nöqtəyə deyəsən, bir nöqtəyə. O nöqtə sənə cavab verə, o nöqtəyə baxıb utanasan, bir içəridə də ağlayasan, çöldə də ağlayasan, nəsə bir şey eləsən ki, deyəsən ki, ayda nə yaxşı rahat oldum. Amma bu nöqtə bəzən insanın özü də ola bilər, güzgü də ola bilər, öz belə yaxın səndən eyni olan, anatomik yox, mənəvi yaxın adama deyə bilərsən. Mənə elə gəlir ki, mənə görə ən ideal həmən nöqtə. Bir də refleksiyanızda hiss elədim ki, Quran mətnləri ilə ciddi tanışsınız. Ciddi yəni. Hər halda ayələri misal gətirdiniz, baxdım. Quran sizin təfəkkürünüzdə nə rol oynayır? İndi məsələn deyirlər ki, mənə deyirlər məsələn, savadlı adamsan, alim adamsan, Qurandan sitat gətirirsən, sənin idrakının Quran ayələrinə bu qədər ehtiyacın var. İstəyərdim bu ehtiyacdan danışasınız. İlahi vəhyin sizin təfəkkürünüzə qatqısı nədir? Mən sırf İslami tərəfdən danışmayacağım. Çünki İslami tərəfdən mən sevmirəm xəta var. Xəta doludur həyatımızda. Belə oturmağım xətadır. Amma çox
pis qüsur, çox böyük xəta olar ki, özü mənim kimi adama yaraşmır. Bizim bəzi insanlar çox böyük xəta səhv edir və üstündən də keçir. Çünki mən İslamdan, şəriətdən, sxolastikadan, din, İslam fəlsəfəsindən biraz məlumatım var balaca. Bəla özümə görə, lazım olan qədər bəlkə bilmirəm də. Amma Qurani-Kərim deyəndə mənim beynimə birinci ilahi səmavi kitab, Peyğəmbərin buyurduğu müqəddəs göz, hər şey qoyuram qırağa. Qırağa qoymuram amma bu prizmadan daha çox. Mən ümumiyyətlə həyatda hər şey video görüntü kimi, təsvir kimi baxıram. Yəni, mən bir şeye baxanda demirəm ki, ay bu qaradır. Yox, mən baxıram ki, nəsə ilə gəlidir. 11 simmetriyasını axtarıram. Mən belə baxıram ona. Mən Qurani-Kərimin həddindən artıq gözəl və simmetrik bir kitab kimi dəyərləndirirəm ki, mənə görə elə bir simmetrik kitab yoxdur. Yəni, gör nə qədər təfsirlər var, nə qədər, məsəl üçün, o böyük kitablar var da, risalələr görmüşük, həm arxivdə, universitet illərində də. Mən o cür gözəl, nəfis, səliqəli, belə qəribə bir melodiyası olan, sözün musiqisi var, axı çox sürətlə oxumaq olmur, çox qəribə bir şey. İstənilən əsəri tez-tez oxuyaram mən. Qoy qabağıma, səfirləri 10 dəqiqə oxuyuram. Emosional ritmi var. Çox qəribə ritmi var ki, bu necə gözəl bir şeydir və bu necə gözəl bir şeyə mən necə pis baxa bilərəm? Mənim məntiqimə görə. Baxırsan ki, ağacdır, belə əyilib, eybəcər ağacdır, üzr istəyirəm, iyi də gəlir, sınıb, amma onun özünün belə qəribə simmetri. Əgər mən ağaca elə baxa bilirəmsə, mən bu cür gözəl, düz bucaqlı, belə yazılmış, rəngli, bu necə adı baxa bilərəm ki? Yəni, bu mənim üçün onun elə mənası, onun elə araşdırılması, onun içində olan necə sözlər var ki, bəzən insanlar bana necə baxırlar ki, təsadüfdür. Qardaş, bu boyda təsadüf yoxdur. Yenə hansı təsadüfdən söhbət edir? Mən bura gəlməyim zərurətli gəlmişəm. Təsadüf ola bilərdi ki, mən hərdansa gəlib düşərdim. Təsadüf yoxdur burada. O boyda Qurani-Kərim necə təsadüf ola bilər? Deyilən sözlər. Hansı təsadüfdür bu? Adi cümlənin özü təsadüf deyil. Bir cümlə ilə insan həyatı dəyişir. Kimsə kiməsə məktub yazıb, səhv yazıb, başqa adama gedib. Onun münasibəti dəyişib. Təsadüfdür bu. Ya Allah istədi ki, sən ona dost olasın. İndi bu adi SMS səni insan düşmənə dost elədi. SMS səhv yollayıb, gəlib o deyib, ay can qardaş, dəyişdi. Allah Teala Cənab-ı Cəllə bunu elə belə bırak. Ay o surədə estağfurullah. Ay nə oldu bu? Bu nəyin oxşarıq? Bu nəyin təsadüf? Bu nəyin paraleldir? Bu nəyin subliminal mesaj? Bu nəyin alt başqa yanaşmasıdır? Mən ona inanmıram. Ona görə də mən onu çox istəyirəm. Yəni Allah lənət eləsin o insanları görmüşəm də, yəni cəzasını da çəkiblər kim eləyibsə, yandıranlar, cıranlar, bir-birini atanlar. Hətta Mirzə Cəlil linçləyirlər də bunu felyetonlarında, o kitablarında ki, o deyirdi ki, Qurani-Kərim dəyərdir, bir-birinin başına vurmaq üçün deyil də. Bizim mədrəsədə o vaxtda cahillər bir-birinin başına da vururlar. Molla hirslənəndə müəllim də uşağın başına vurur da, falaqqa ilə döyürdü və kitabı vururdu başına. Yəni, ümumiyyətlə, heç Qurani-Kərimi görürəm, kitabı niyə vurasan? Məsəl üçün, mənə görə, açıq deyirəm, bəlkə nə qədər inanırsınız bilmirəm, siz məni belə tanımırsınız, məni bilən, tanıyanlar bilir. Mənim yanımda kimsə kitabın vərəqini cıram, mən həmin adamı boğaram. Fərqi yoxdur hansı kitabdır, lap istəyir belə lazımsız kitablar var, bəzən şeydir də, mürəkkəb istifadə olunub, offset çap olunub çıxıb. Kitabı cıran adam var ha, hörmət. Mən həmin adamı əlimlə, zibilxananın yanında kitab görürəm. Tam razıyım. İnandırım sizi ki, elə bir ki, biz niyə görə bu mənə haradan gəlib? Nofəlin kitaba dəyəri yox. Mən uşaq olanda 90-cı illərin əvvəllərində o yenidən qurma dövrü, talon dövrü, müharibə illəri də bizim uşaqlığımız. Bizdə evdə, yəni hamıda Azərbaycanda ümumi vəziyyət eləyirdi. Həmişə yadımdadır, anam gəlirdi, yeməyə pul var idi bəzi şeylər almağa da, məsəlcə bir çörək almaq. Onun yerinə gedib kitab alırdı. Kitab evinizdə kitabın iyi gəlirdi. Mən də baxım ki, bu anam ən azı bunun yerine bir konfet ala bilərdi. Gedirdi kitab alırdı. Niyə kitab alırdı? Bizə təhsil versin, oxutursun. Yox, o ayrı mövzudur. Bəlkə də anam o niyyətini eləyib. Kitabı biz nə qədər sevirdim ki, ay Allah, deməli bu o qənddən də şirin bir şeydir də. Qənd nemət çay içirsən ki, doyasın. Amma bu kitab nədir ki? Tutaq ki, Çingiz xanın Ağbuldan anam aldı, neçə rublə. Bu niyə aldı ki bunu mənə? Uşaq idim. Və o qədər kitaba sevgi yarat ki, kitabı çörəklə əvəz elədi ya anam, çörəkdən o yana neyməti. Mən artıq uşaq belə vaxtından başa düşdüm ki, ay Allah, kitabı, mən görəndə ki, kimsə kitabı altına qoyur, yaxud da mən görmüşəm, tum satan qadın Üzeyir Hacıbəyevin seçilmiş əsərlərinə tum tökürdü. Ya ona kağız kimi baxırdı ha. Yəni Üzeyir bəyin bütün yaradıcılığı, o qəhvəyi kitabı altına qoyub necə tum satmaq olar da. Yəni gör sən o boyda Üzeyir bəy bilsəydi ki, 70 ildən, 80 ildən sonra, 100 ildən sonra 90 il sonra bunu altına qoyub kimsə tum satacaq. Vallahi o yazmazdı. Deyər, mən ona görə kitaba qarşı o qədər biraz həssasam ki, mən kitab itirsəm, məsələn, mənim ürəyim partlayır. Mən heç vaxt heç kimdən, məsəl üçün, kiməsə kitab vermirəm.
O ki qaldı Qurani Kərim ola. Mən buna necə belə, yəni əsla Qurani Kərimi görüm adam var ki, biri yerə qoyur da, hardasa. Ay bu yuxarıda olmalıdır. Yəni bu aşağıda ola bilməz. Bu birazcık dəyərli bir şeydir. Adam var ki, hə, elə Qurani Kərim toyda görsə belə ellər, hərdən bizim adətlərdə. Quranı belə şeydə, yəni mən hətta niyə hirsləndim? Bir dəfə toyda idim, açırdım, çox əsəb keçirdim mən. Ya, içki verirlər toyda, olar, hə, insan bir hədə. Orada Quran götürüm. Ay, nə edirsən sən? Hamı vurur, toy, baxırsan ki, toyda biri girib stolun altına, biri belə oturub, biri Allah Quranla gəlir. Sən nə edirsən? Bunu evdə eləyirsən. Hə, də tamam da, yəni, yox, axı o içkinin içində biri çaxır içi, biri belə, yəni, hamı belədir, sən Quran, yəni, bu nədir? Sən buna ritual kimi baxırsan, sən buna bir adət kimi baxırsan, sən buna qonşudan geri qalma prinsipini, sən nə edirsən? İçkinin içində sən Quranı fırladılar gəlinin başına, bəyin başına, Quranla paralel üzəri də yandırırlar. Bu şirkdir. Şirklə nəyin paraleldir bu? Bunu başa düşəmirəm. Bax, bu bizlə irəli gəlir. Təhsil. Həmişə demişəm, insanların bir problemi var, o da təhsildir. Belə bir şəxsi sual vermək istəyirəm. Bir halda ki, ananızı xatırladınız. Atanız sizin xalq artisti Şahlar Quliyev opera müğənnisi olub. Və nitqinizdən də istəyirəm ki, opera dünyasına bələdsiniz, yəqin uşaqlıqdan getmisiniz. Bəlkə siz səhnəyə də atanızın səhnə adamı olması yönəldibdir. Nəsillər arasında qopmanın yarandığı bir dünyada belə bir sual vermək istəyirəm. Valideynlərinizdən nə götürdünüz? Birini dediniz ki, tutalım, sizə aşıladı ki, ananız yeməkdən daha dəyərli olan bir kitab var. Mən ümumiyyətlə ailəm haqqında çox danışmıram. Hələ öz üstəmə həyat yoldaşım ümumiyyətlə heç yerdə danışmıram və heç vaxt mənə aid olmaz. Amma atam anamla biraz danışa bilirəm də. Bilməm, mənim biraz baxışım belə dedim, mühafizəkar deyilsin, nə deyirsin, amma mənə aid olan bir şey heç kimi bölüşmürəm də çox vaxt. Bəzi şeylər var, bölüşmək olur. Amma mən bilmirəm, mən atamdan nə öyrənmişəm. Məsələn, mənim atam Azərbaycan teatrına, opera teatrına gəlib gelmiş bəlkə ən böyük 3 sənətkardan biri idi. Bu statistikada mən tərifləmirəm. Bunu operanın anlayışı olan bilir. Atam çox böyük ifaçıdır. Yəni mənim atamın sənətdə elədiyini mən yaradıcılıqda heç vaxt eləyəm mənə. 70 ildə keçim mümkün deyil. Çünki mənim sənət gücüm ona çatmaz. Çünki o qədər böyük ifaçıdır ki, o qədər pedant, o qədər dəqiq adamdır. Məsələn, mən həyatımda bir dəfə gecikməmişəm heç vaxt. Həyatı boyu heç bir yerə ya. Adi görüşlü dostum mümkün deyil. Mən onu atamdan öyrənmişəm. Çünki mənim atam o qədər punktual adam idi ki. Məsələn, mənim atam dedi ki, yalan danışma. Acı olsa üzümə də yalan danışma. Dəqiq ol. Yəni zamanında gəl. 10-dursa 10-0-0 orada olmaz. Və mən nifrət edirəm gecikən adamları. Gözləməyi də sevmirəm, gözlətməyi də mümkün deyil. Ola bilməz də belə bir şey. Mənim atam mənə genetik sənət ötürdü. Mən atamdan heç vaxt mənə heç nə öyrətməyib. Çünki atam istəmir ki, öz çətinlikləri məndə görüm. Çox haqsızlıqlar olub, çox ədalətsizlik olub. O qədər torba, o qədər belə də, aktyorlar arası intriqa, yəni bilirsən, hər zaman olub. Atam onlardan bizə öz sənəti ilə, peşəkarlığı ilə keçib və istəmirdi mən də sənətlə məşğul olum. Amma mən ondan bioloji olaraq onu biraz aldım, biraz danışdırdım, biraz oradan, biz allada alırdım ondan. Mən atamdan həyatın ən çətin anlarını keçməyi öyrəndim ki, yəni bunu bədii filmdə deyir, kimsə danışığı da deyir. Amma birbaşa mən gördüm ki, adam müharibənin ən çətin illərində çörəyin olmayan vaxtda çıxıb operanı oxuyurdu. Necə yana deyir, mən cəmaata maraqlı deyir, çörək var, amma mən sənət oxumam, mənim işimdir bu. Öz işinə, peşəsinə vicdanla yanaşmağa. Hə, onun qədər olmasam da, amma Allahım şahiddir ki, mən bu vaxta qədər hansı çəkilişdə, hansı filmdə, hansı serialda, hansı təsvirdə oynamışamsa, ən bərbad və keyfiyyətsiz reklam belə oynamışam. İndi də oynayıram. Mən yalan nə deyim ki, özümü mənim kimi tənqid edən ikinci adam yoxdur. Amma mən Allah şahidi ki, mən maksimum öz potensialımı, vicdanımı, gücümü o işə qoyuram. Keyfiyyətsiz işdir ya, amma mən keyfiyyətsiz oynayıram. Yeri gəlmişkən bu fikrinizi dinləmişdim və bu sabahdan bir xeyli sizin reklam roliklərinizə baxdım. Və doğrudan da elədi. Çox can qoyursunuz, çox. Amma işin özü keyfiyyətsizdir. Hər halda çalışırsınız, keyfiyyətli eləyəsiniz. Mən deyirik brend ətir. Brend ətir yoxdur, brend insan var mənə görə. Ətiri çox keyfiyyətsiz adamlar vura bilər. Mən işimi peşəkar eləməliyəm. Mənə maraqlı deyil burada nə baş verir. Amma insanlar belə baxır. Get gic reklamlarına çəkir, üzr istəyirəm. Mən gic deyiləm, reklam gic ola bilər, üzr istəyirəm ifadəyə görə. Mən etdiyim işə münasibəti atamdan öyrəndim. Mən atamdan hamını yaxın buraxmamağı öyrəndim. Mən çünki çox bir period dövrdə 10-15 il. Ay gəl. Sonra gördüm ki, bu adamlar
bilirsiniz kimlərdir? Bu adamlar sənə qətiyyən heç vaxt lazım olmayan adamlardır. Mən də onlara lazım deyiləm, o da mənə lazım Amma deyil. kökdən sala bilərlər ha sizi. Mən artıq neçə ildir o adamlara belə bir bariyeri qoymuşam. Mən atamdan insanlara düz üzünə deməyi öyrəndim. Yaxşı şey deyil, qəlb sındırmaq yaxşı deyil. Amma bəzən qəlb sındırmadan düzünü deməlisən. Çünki mən də istəyirəm ki, onu mənə desinlər. Xoşlayıram, incidir, amma ləzzət edir. Çünki düz ol da, sən durub belə deyirsən ki, səndən yoxdur, yalan danışma. Başqa şey deyirəm, mənə nə qədər ol, o qədərdir. Atam birbaşa dedi ki, budur. Çox şeylər vardı. Anam isə mənə biz nə öyrətdi? Anam mənə öyrətdi ki, bu boyda çətin prosesin yanında, bu boyda çətin adamın, yəni sənətlə məşğul o adamın yanında maksimum Azərbaycan qadını necə ola bilər, ailə xanımı? Hər adam başa düşmür. Bir sonuncu sual da verməsəm olmaz. Bu sənət sferasında həmişə intriqa və skandallar çox olur. İsterik səviyyəyə qədər. İndi də var. Bu nə ilə bağlıdır? Bu peşədə hər şeyin layka, alqışa bağlı olması ilə mı bağlıdır ki, insanların psixikası şöhrət sferasında transformasiya olur, belə çox bir-birlərinə qarşı məhəbbətsiz, sayğısız ola bilirlər. Hamı bir-birinə yarış içindədir. Mənə çox əl çaldılar, yoxsa mənə çox layk qoydular. Bu mu adamları pozur? Mənə elə gəlir ki, dünyanın bütün sahələrində, bütün yerlərdə intriqa var. Hər yerdə var. Amma teatr, kino və də yaradıcılığın bu audiovizual formaları var, təsvir, göstərmə sənəti. Bu birbaşa göstərmə olduğu üçün hamı istəyir ki, o daha yaxşı göstərsin. Qoy məni daha yaxşı görsünlər. Bu necə mənə qəşəng? Hə, çox şeylərdə. Yəni görməyin istənilən prizmadan da. Amma mən elə sənət adamları görmüşəm ki, onların intriqa eləməyə vaxtı olmayıb. O qədər öz işinə fokuslanıb ki, falan kəs, işinlə məşğul qoy bir obraz oxuyum. Elə yenə də atama qayıtmaq istəmirəm. Atam elə bir adam idi. Mən atam yadıma gəlmir ki, körpəlikdən, göz masasından. Hansısa aktyorun pis vokal ifaçısını oxumağından danışsın. Yəni adam öz işinə məşğul idi və ona görə də peşəkarıdır. Ona görə də qulağında eşitmə aparatı bu çıxıb opera oxuyurdu. Təşəkkür edirəm sizə gəldiyiniz üçün və bu söhbət üçün. İzləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.